Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub. Məlumata görə fevralın 10-u səhər saatlarında şəhərə yağan güclü yağış nəticəsində Gəncənin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Bundan başqa güclü yağış qəsəbədə piyadaların və avtomobillərin hərəkətində çətinliklər yaradıb. Qəsəbə sakinləri bildiriblər ki, küçəyə dolan güclü yağış evlərinə ciddi ziyan vurub. Sakinlər bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Yağış yağandan yağana biz bu günə düşürük. Evimizə, eşiyimizə nə girə bilirik, nə çıxa bilirik. Hələ yağış gəlmir, sel deyil. 1-2 damcı yağış düşürdü, 5-6 damcı düşürdü. Onunla belə şey olan, gör biraz artıq yağsın olur. Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Gəncə.